Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin uzman pediatrı, inteqrativ tibb mütəxəssisi Lalə Nəsirovanın iltihabi bağırsaq xəstəlikləri və beynin funksional əlaqə pozuntularının müalicəsinə inteqrativ tibbin yanaşması barədəki məruzəsi daha çox müzakirələrə səbəb olmuşdu. Lalə doktor öz məruzəsində bağırsaq xəstəliklərinin beyində yaratdığı pozulmaların hansı xəstəliklərə səbəb olduğunu, hətta autizm sindromlu pozuntular yaratdığını slaydlar və video görüntülər vasitəsilə iştirakçıların nəzərinə çatdırmışdı. Doktor onu da qeyd etmişdir ki, inteqrativ tibb metodları vasitəsilə fərqli yanaşma sayəsində autizm sindromlu xəstə kimi illərlə müalicə alsa da heç bir effekt olmayan uşaqları bu problemlərdən xilas etmək mümkündür. Lalə xanımın nümayiş etdirdiyi video materiallarda autizm pozuntusu olan uşaqların davranışlarında, əqli inkişafında müsbət dəyişikliklər müşahidə edir. Onların sağalıb öz həmyaşıdları ilə, valideynləri ilə normal ünsiyyət qurduğunun, hətta bağçaya və ya məktəbə getdiyinin şahidi oluruq. Bugün sizə beynin funksional əlaqələrinin pozulması haqqında bilgi verəcəm. Beynin funksional əlaqəsi nədir? Hansı proseslər buna səbəb ola bilər və funksional əlaqələrin pozulmasının nəticəsində hansı xəstəliklər yarana bilər? O haqqda bilgi verəcəm. Beynin funksional əlaqəsi dediyimizdə özəlliklə sağ və sol yarımkürənin, yəni hemisferin bir-biri ilə orta beyin limbik sistem və pons medulla sistem vasitəsilə energetik olaraq əlaqəyə girməsidir. Və anatomik olaraq bizə bilgi verilmişdir ki, sağ və sol yarımkürə bir-birinin tamamilə eynidir. Anatomik olaraq doğrudur, ancaq funksional olaraq sağ və sol beyin tamamən fərqli işlər icra edir. Və bu danışacağım sizə neyroinflamasyonla gedən autistik spektrum pozuntusu özəlliklə sağ beyin defisiti və sağ beyin balansının pozulmasının nəticəsi olaraq ərsəyə gəlir. Bu bizim yəni daha doğrusu mənim autistik spektr pozuntusuna hazırladığım protokoldur. Bunların hər bir punktu bir məqalədir. 100-dən çox məqalə araşdırmışam, istəyənlərə də verə bilərəm və onların hamısını tək-tək sizə açıqlamalı şəkildə söyləyəcəm. Sadəcə uşaq deyil, burada ana faktoru, ata faktoru da çox önəmlidir. Çünki uşağın genetikası ana və ata sağlığından çox önəmlidir. Birinci sırada ana sağlığından bəhs edəcəm. Ananın toksik məruziyyətə məruz qalması, yəni bu ekzogen və endogen toksinlər olaraq iki qrupa bölünür. Ekzogen toksinlər aflatoksin, pestisid, genetiği dəyişdirilmiş qida ürünləri, ağır metallar, dərman preparatları, endogen toksinlər isə sərbəst oksigen radikalları və şəkərləşmə proteinlərdən ibarətdir. Ananın yanlış qidalanması. Yanlış qidalanma dediyimizdə ya aşırı qidalanma ya da əksik qidalanma düşünülür. Aşırı qidalanma sintetik donor məhsullarına məruz qalmamız deməkdir. Yəni biz nəyə görə gluteni dışlayırıq? Yəni gluten zararlıdır deyirik. Çünki artıq çalışmalarda onu göstərib ki, gluten məhsul, yəni taxıl məhsullarında sintetik olaraq fol turşusu var. Və biz uşaqların qan analizini yaptığımızda 90%-də fol turşusunun 10-dan yuxarı, yəni 18-dən yuxarı olduğunu görürük. Və tamam, sənin fol turşu normaldır deyib göndərik. Amma belə deyil. Bu uşaqların böyük bir qismində metilasyon problemi var. Məhz bu metilasyon problemini də ortaya çıxarmaq üçün biz bu uşağın gerçəkdən bu fol turşusu özünün mü yüksəkdir, yoxsa sintetik donor məhsulu mu qazanıb, bunu araşdırmaq lazımdır. Əksik qidalanma, omega 3-ün əksik olması, vitamin B qruplarının əksik olmasından qaynaqlı olaraq ananın epigenetik olaraq uşağına neyroinflamasyon xəstəliklərinə yol açır. Ananın mikrobiota sağlığı sadəcə yəni rəhimdəki olan mikrobiota deyil, ağızdan başlayıb vagen, bağırsaq mikrobiotası da bu işin içindədir. Təbii ki, bağırsaq mikrobiotasını tetikləyən bu parazit, mantar, bakteriya dəngə bozukluğu, virus və s. daxildir. Ananın genetikası, yəni ananın genetik xətti ilə keçən genetik qüsurlu autistik spektrlər var. Atanın genetikası ilə keçən genetik bozukluqlu autistik spektrlər var. Və ana xətti ilə keçən genetik qüsur FMR1 gen və MECP2 gen qüsurudur.
autoimmun xəstəliklər. Təbii ki, bu sadəcə hamiləlik zamanı ananın autoimmun xəstəliyi deyil, hamiləlik öncəsində ananın məsələn Hashimoto xəstəliyi zamanı istifadə etdiyi bəzi kimyasal dərmanlar və yaxud da şəkərli diabeti varsa, uzun illərdir şəkərli diabeti varsa, bunun mikrosirkulyator sistemində olan bozuqluq fetusun inkişafına təsir göstərəcək. Epigenetik faktorlar da yəni yetərincə bilgi vermişik. İkinci ata sağlığı. Ata sağlığı da çox önəmlidir. Hər nə qədər diqqətə alınmasa da, PTEN gen və SHANK3 gen vasitəsilə əgər atada bu gen qüsurdursa, uşaqda da autistik spektr ortaya çıxması yüksək mühtəməldir. Atanın epigenetikası, autoimmun xəstəlikləri yenə də anada olduğu kimi. İndi gəldik uşaqdakı autistik spektra nə səbəb ola bilər? Yenə birinci genetikadan başlayırıq. Nəyə görə? Çünki bizə bilgi veriblər ki, bu bir genetik qüsurdur, əsla müdaxiləsi, müalicəsi olmayan bir xəstəlikdir. Ancaq günümüz şərtlərində artıq tibbin, integrativ tibbində daxil olmasıyla, yeni yapılan araşdırmalarla da bəlli oldu ki, gerçək autizm var, yəni sağala bilməyən və gerçək olmayan, yəni maskalanmış autizm xəstəliyi. Maskalanmış autizm bu spektrumdur, yəni sağala bilər. Və düşünsək ki, biz autizmin pandemiyasında yaşayırıq, yəni artıq 5 ailədən birində autistik spektr uşağı var. Bu heç bir məntiqə sığmır ki, bu 100% genetik xəstəlikdir. Çünki genetik xəstəlik 100% olsaydı, bu qədər irsi, yəni nəsildən nəsil şəcərəsində artıq bu say getdikcə daha da minimalizə olub azalmalıydı. Amma getdikcə artan autizm pandemiyası olaraq artıq bilinir, sayılırsa, demək ki, bu epigenetik faktorlar və xüsusi faktorların nəticəsində ortaya çıxır və bizim gözümüzdən qaçır. Yəni, düzələ biləcək olan autizmlər, biz bunları cəmiyyətə qaytarmalıyıq. Çünki bu bir faciədir. Bizim gələcəyimiz demək olar ki, yəni, uşaqlar əgər bizim gələcəyimizsə, gələcəyimiz yoxdur deməkdir. Əgər biz bu uşaqları və bu pandemiyanın qarşısını almırıqsa. Mikrobiota dedik, sabahdan bəri də danışırıq, artıq yetəri qədər bilirsiniz. Ancaq mən infantın, yəni uşağın mikrobiotasının ananın hamiləlik zamanı antenatal dönəmində keçirdiyi, yəni fetusun əhatə etdiyi dölyanı mayenin mikrobiotasından bəhs etmək istəyirəm. Çünki dölyanı mayedə, əgər anada yetəri miqdarda probiotik yoxdursa ki, artıq integrativ ginekoloqlar bununla məşğuldur, hamiləlik zamanı uşaqlara probiotik takviyəsi verirlər. Nəyə görə? Uşaq həm ana qarnında bu probiotikləri almalıdır, mikrobiotası sağlıqlı olması üçün, həm də doğum zamanı vagen yolu ilə bu probiotikləri almalıdır. Yəni, hep danışırıq ki, normal doğuş faydalıdır, normal doğum faydalıdır. Ya anada bakteriya yoxdursa, ya ananın vaginal mikrobiotası sağlıqlı deyilsə və əksikdirsə nə olacaq? Təbii ki, bunun önünü qabaqcadan almaq lazımdır. Vaksinasiya ağır metal açısından adjuvan olaraq ağır metal verilir. Yəni, vaksinin özü birbaşa autizm yapmaz. Bu, hələ də bir, yəni, ağzımızdan vaksin çıxan kimi az qalır tüfəngi tutsunlar. Yəni, vaksinin özü autizm yapmır, amma vaksin özü epigenetik olaraq bizim açığa çıxan bəzi DNA porlarının ortaya çıxmasına zəmin yaradır. Yəni, asetilyasiya, metilyasiya fundamentini bozur. Və beləcə də bir tərəfdən də ağır metallar, adjuvan olaraq kullanılan ağır metallar hüceyrə daxilinə girir. Özəlliklə bu ağır metallar ən çox sevdiyi sinir hüceyrələridir və sinir hüceyrələrinə daxil olaraq mitokondriləri etkiləyir. Uşağın qidalanması, yəni ana sütü ilə mi qidalanıb, yoxsa süni qida ilə mi qidalanıb? Təbii ki, ana sütü ilə qidalanıbsa, ananın sütündə də yenə bakteriya yetərlidirsə, bu uşaq sağlıqlı mikrobiotaya sağlıqlı təməlini qoyacaq. Formula qida, yəni mümkün qədər, məsələn, mən bir pediatr olaraq çox asan yolu seçmirəm. Ana, sənin sütün yoxdur, bundan sonra artıq uşağı çəki alması üçün formula süt istifadə edəcəksən. Xeyr, gerçək pediatr ana sütünün artırılması ilə məşğul olmalıdır. Bu artıq dünya alimlərinin də yol göstərdiyi, məşğul olduğu və üzərində çalışdığı bir yoldur. Ona görə də mən birbaşa ananın sağlığı üçün, çünki süt vermə sadəcə uşaq üçün deyil, ananın öz sağlığı üçün də önəmlidir.
və ana sütünün artırılması bundan sonra nəyə görə? Çünki ana sütü ilə qidanan uşaq sabahsı gün gluten enteropatiyasından da qorunur. Gələcəkdə Arzu doktor bilir, xoralı kolitin qarşısını almış olur. Ana sütü ilə qidanan uşağın beyin sağlığı yerində qalır. Və s. saymaqla bitməz. İmmun sistem. Təbii ki, fikir verirəm, bir çox artıq yorulduğunuzdan dolayı diqqətinizi cəmləyə bilmirsiniz. Amma bir sual verəcəm auditoriyaya. Beynin immun hüceyrəsi hansıdır? Beynin immun hüceyrəsi. Çünki hər bir toxumamızın özünün immun hüceyrəsi var. Bəli, mikrogliya. Mikrogliya hüceyrəsi bu beynin immun hüceyrəsidir. Və artıq çalışmalar onu göstərir ki, beyində olan neyroinflamasiya hər zaman, yəni iltihab, hər zaman neyroinflamasyon xəstəliklərlə bitmir. Çünki bunu susturan bir hüceyrə var. Mikrogliya beynimizin makrofajıdır. Yəni bu makrofag sistemi ilə bu ortaya gələn sitokinləri qarşısına alır, iltihabı yatışdırır. Və məhz bu mikrogliyanın aktivləşməsi və yaxud da passivləşməsi nədən asılıdır? Məhz söylədiyimiz kimi mikrobiyatadan. Çünki mikrobiyata bozukluğu olanda ki bu nə zaman olur? Bizim bakteriyalar dəngəmiz var, sağlıklı bakteriyalar, sağlıksız bakteriyalar var. Sağlıklı bakteriyalar parazitlərin, mantarların, göbələyin qarşısını aldırır. Sağlıklı göbələklər virusun qarşısını alır, sağlıklı viruslar isə parazitlərin qarşısını alır. Yəni bu bir dəngə pillə şəkildə bir-birini susturur, başından vurur. Əslində bütün hüceyrə, parazit, mantar, bakteriya hər şey bizdə var. Amma biz bu parazitlərin simbiyotik tərzdə bizimlə xoş bir zaman keçirərək həyatı boyu qalmasına yardımcı olacaq məhz bu mikrobiyata sağlığıdır. O yüzden də özellikle bakteriya balansı düşünülür. Çünki bakteriya balansı bozulduqda parazit, mantar, göbələk hər şey birbirinin arxasınca arta bilər. Məhz bunun sonucu bağırsaq divarında əgər keçirgənlik artarsa, kötü toksin sayılan LPS, yəni lipoporsakharid qana keçir və qanda qatılaşma yaradır. Qan sirkülasyonu yolu ilə beyinə keçir və beyin bariyerini aşır. Biz indiyə kimi bilirik ki, beyin bariyeri çox sıxlaşmış, heç bir zaman aralanmayan bir bariyerdir. Ancaq günümüz şərtlərində bilinir ki, basit bir toksin belə artıq beyinə geçə bilir. Parazit öldüyü zaman parazitdən çıxan toksin belə beyin bariyerini aşa bilir. Məhz beyinə keçdə nə oldu? Beyində bu immun hüceyrə, yəni mikrogliya aktivləşməyə başlayır. Aktivləşən mikrogliya isə astrositləri aqressivləşdirir və nəticədə inflamatuar sitokinlər artır. Artan inflamatuar sitokinlər isə neyronların haçalanmasına səbəb olur. Bilim insanı Stefan artıq mikrogliyanın bu aksonlardakı dallanma ilə bağlı fagositor deyil, trofositoz, yəni trofagositoz yolu ilə, mekanizma ilə bunun immun prosesinin baş verdiyi elmi olaraq araşdırılıb. Nəticə olaraq nə olur? Kognitiv funksiyalarda bozulma. Özəlliklə də bu belə düşünək. Məsələn, bizim telefonumuzun bateriyası bitib, yəni şarjı bitmək üzrədir və biz onu şarjını artırmaq üçün taxırıq, zaryadka qoyuruq. Üzr istəyirəm, yəni canımda kəliməni bula bilmədim. Və bu o zaman yəni enerji qazanır. Yəni telefon artıq sönmür, enerji balansı yüksəlir. Bəs bu beyindəki balans da bu şəkildədir. Əgər sitokinlər bunun önünə alan bir durum olmazsa və getdikcə önünü kəsən bir şey olmazsa və getdikcə artarsa, o zaman neyroinflamasyon ortaya çıxır, artar, sinir hüceyrələri arasında iltihab artar və sinirlərin, aksonların sinaptik aralığında bir-biri ilə iletişim bozulur. Yəni insan interneti, şəbəkəsi qopmuş olur və nəticədə funksional bozukluq yaranır. Mitoxondriya disfunksiya da buna səbəb ola bilir. Çünki mitoxondriya biogenezis bir çox xroniki inflamasyon xəstəliklərinin qarşısını alır. Ekran məruziyəti də bilirsiniz, eşitmə qüsuru da bilirsiniz. İntegrativ təbabətin müalicə üsullarına yetərincə bilgilər aldıq və mənim burada sizə söyləyəcəyim bu cür uşaqlarda, yəni autistik spektr uşaqlarda fizioterapiyanın, yəni sporun önəmindən bəhs edəcəm. Çünki
Yeni doğulmuş uşağın 30 saniyədə, yəni ilk dünyaya gələn uşağı ilk görən təbii ki pediatrdır və 30 saniyədə bu uşağı dəyərləndirilməlidir Apgar ilə. Yəni tənəffüsünü, ürəyini, reflekslərini, rəngini 5 puanda dəyərləndirməlidir. Bunlardan da ən önəmlisi refleks müayinədir. Təbii ki primitiv reflekslər var, hansı ki palmardır, plantar refleksləridir, əzələ tonusunu göstərəcək reflekslər, qalant refleksidir, simmetrik tonik refleksidir və s. Bu reflekslərin hər birinin yaranma və sönmə zamanları var. Ya bu primitiv refleks sönmürsə, heç bu barədə şimdiyə qədər nə araşdırmalar yapılıb, nə görəsən bu refleks nə zaman sönəcək, hələ də sönməyib deyə pediatr təşvişdə bulunub. Yox, mən bunun tərəfini sizə bildirəcəm. İlk dəfə Robert Melillo, neyrocərrahdır, özü çox güclü bir nevropatoloqdur. Öz uşağı diqqət eksikliyi və hiperaktivlikdən əziyyət çəkib və 10 il bu xəstəlik üzərində özünü suçlayaraq ki, mən necə nevroloqam ki, mən öz uşağımı müalicə edə bilmirəm. Bunun üzərində araşdırmalar yaparaq görüb ki, öz uşağı hələ də, yəni 10 yaşında olmasına rağmen, hələ də yeni doğulan körpəlik vaxtındakı refleksləri sönməyib. Məhz bu nə deməkdir? Beyin balansının bozulduğu anlamına gəlir. Və başlayıb bu primitiv reflekslər haqqında araşdırmağa və belli olub ki, bizim 8 duyu sistemimiz var. Bunlardan ən önəmlisi proprioseptik və əzələ daxilində olan introseptik reseptorlardır. Və bunlar sadəcə çox ağır egzərsiz zamanı aktiva olur. Və bunların fizioterapiya ilə əzələ sistemindəki miofibrillərdə introseptorların artışı ilə MBDNF, yəni muskular BDNF faktoru artır. Və MBDNF, yəni Brain Derived Neuron Growth faktoru endokannabinoid sistemin ən önəmli aktivləşdiyi faktordur. Və bu bizim daha öncəki müzakirələrimizdə də söylədiyimiz kimi Guna BDNF çox mükəmməl və çox bir nömrəli bir preparattır söyləyərdim ki, çünki bu uşaqların neyroinflamasyonu ən güclü şəkildə geri döndərəcək MBDNF-dir. Çünki endokannabinoid sistemlə siz sadəcə bu autistik uşaqları deyil, xroniki qaraciyər xəstəliklərini, xroniki ürək qan-damar xəstəliklərini belə geri döndərə bilərsiniz. O yüzden də integrativ tip bir möcüzədir. Az önce söylediğim gibi bu primitiv reflekslər müayinələri necə aparılır siz bilirsiniz. Ancaq vaxtımız az olduğuna görə böyük uşaqlardakı müayinələr necə aparılır maraqlanmaq istəyənlərə daha sonra söyləyərəm. Məsələn, autistik uşaqlarda incə motorikanın zəif olması bu palmar refleksin inteqrə olmaması deməkdir. Hələ də aktiv motor refleksi, dürtüsəlliyi, aqressivliyi, işıq, səs və toxunmaya qarşı həssas olan uşaqlarda hələ də motor refleksi aktivdir, sönməmişdir deməkdir. Aktiv tonik labirint refleksi olmasına sahib olan uşaqlar bradikardiya, nitq inkişaf və eşitmə qüsurunu olması deməkdir. Sonra asimetrik aktiv tonik boyun refleksini söylədik. Asimetrik tonik boyun refleksi yöndəmsiz yürüyüş, göz, qulaq, ayaq və əl hakimliyinə asimetrikliyi var. Dərin qavramada çətinlik çəkir. Əgər bir uşaq autizmdən çıxıb, amma hələ də dərin qavraya bilmirsə ki, biz az öncəki rəsm sərgisində iştirak edən uşaq hələ çünki 3-cü mərhələyə keçməmişik. Bu uşağın 3-cü mərhələsindəki müalicəsi dərin qavrama üzərində çalışma yapacağıq. Çünki o uşağın hələ də aktiv asimetrik tonik boyun refleksi pozitivdir. Enteqrə olmamış qalant refleksi, əgər bu uşaqlar aktiv şəkildə enurezisi varsa, sidik qaçırırsa, dürtüsəlliyi varsa, bir yerində otura bilmirsə, yazı yaza bilmirsə, lövhədən rahat şəkildə köçürdə bilmirsə və diqqətini toparlaya bilmirsə, qalant refleksi hələ də enteqrə olmamış deməkdir. Aktiv plantar refleks, Landau refleksə bu şəkildə bir də son neçə dəqiqəmiz qaldı? 2 dəqiqəmiz. Mən ən ağır, yəni Türkiyədə ən ağır autistik uşağın кейzini paylaşmışam sizə. İkiz hamiləlikdir və bu ikiz hamiləlikdən biri tamamən sağlam uşaq, digəri isə hipoksik iskemiyadan 3-cü tip germinal matriks kanamasından yoğun bakımda yatan, 5 ay yoğun bakımda yatan pasiyentimizdir. Və bu uşaq mənə gələndə 7 yaşındaydı və 7 ildir demək olar ki, nevroloqda və bütün sahələrdəki həkimlərdə autistik spektrlə
yəni tanınırdı, müalicə də alınırdı və ailəyə söylənmişdi ki, bu uşağın xəstəliyi məhz həm erkən doğulmağa bağlıdır, həm beyin qanaması keçirməsinə bağlıdır. Videonun səsi gəlmir, Fərid bəy. Videonun səsi. Yəni gördüyümüz gibi tipik evdən bayıra çıxmaq istəməyən, çıxanda da ancaq yerlərdə sürünən bir uşaq. Din nitq inkişafı yoxdur təbii ki. Səslədiyində dönüb baxmır, göz təması yoxdur. Amma audiografiya olub, eşitmə testi normaldır, EEG-si olmuşdu, epileptik deşarjlar var idi və gizli keçirilən epilepsiya diaqnozu qoyulmuşdu. Amma antiepileptik dərman istifadə etmirdi. Genetik yox idi, amma mən baxdırdım. Genetik qüsurunda, daha doğrusu bu MRT-sidir. EEG-sini söylədik. Bu MRT-sidir. MRT-sində korpus kallozumda gelişmə geriliyi PVL diaqnozu qoyulmuşdu və ventrikul divarları əməlli incəlmişdi. Və bizim integrativ tibbin bir anketi var bu uşaqlara xüsusi sorğulama yoluyla. Yəni sol beyin defisiti var, yoxsa sağ beyin mi defisiti var? İlk müayinədə sağ hemisfera 49 bal idi, sol hemisfera isə 42 bal idi. Laboratuvar analizlərində biokimyada magnezium bizə görə aşağıdır, D vitamini aşağıdır, fol turşusu 20, B12 592, homostein 13, ciddi metilyasyon bozukluğu var. Ağır metallarda alüminium civə yüksəkdir, amin turşuları leusin, izoleusin, fenolin, triptofan, glutamin, qaba və s. yüksək düşüydü. Və bu DNA mikroarray analizində 2Q37.3 bandında genetik mutasyon tespit etdik. Ancaq yenə də integrativ müalicə almaq istədi. Yəni hər nə qədər mən ailəyə söylədim ki, bu genetik qüsurdur, bəlkə müalicədə başarılı olmaya bilərik. Amma ailə bizim yapacaq bir şey yox, bütün müalicələri denedik. Bunu da bir deneyək dedi. Təbii ki, bu integrativ müalicə üsullarını yetərincə danışdıq. Ortamın turşu qələvi müvazinətini ortadan qaldırma, mikrosirkulyasiyanı yaxşılaşdırmaq, əksik vitaminləri toparlamaq, ağır metalları ortadan qaldırmaq və fizioterapiya. Və müalicə ilə birlikdə dediyim gibi fizioterapiya ilə də məşğul olduq. Amma bu xüsusi fizioterapiyada dediyim gibi mən müəllimlərin bilavasitə özü ilə danışıram ki, bu uşaqda hansı refleks üzərinə çalışmaq lazımdır. Yəni hər kəsə spontan olaraq yanaşan bir müalicə üsulu kimi deyil. Təbii ki, bu 6 ay sonraki EEG-dir. Epileptik anormallik rastlanmamışdır. EEG-si normallaşmışdı beyində. MR-ı möcüzə idi. Yəni 3 dəfə MRT çəkilib. Nevrologu özünə güvənməyib. Gözlərinə də inanmayıb ki, 3-cü dərəcə germinal matrix geçirmiş. Beyində PVL-si olan, yəni bunu necə dana bilərik? 3 dəfə MRT çəkilib. Və normal sınırlarda servikal MRT. Və səsini azalmaq. Hündürlükdən qorxurdu bu uşaq. Artıq hündürlüyə çox rahat şəkildə çıxır. Simmetriyası qorunub. Çöldə gəzə bilmirdi. Təhlükənin fərqində değildi çünki özünü maşının altına atırdı. Artıq əldən tutmadan sərbəst şəkildə gəzir. Artıq böyük auditoriyalarda sakitcə oturub maç dinləyir. Və bu özü birlikdə şəkil çəkdirmişik. Artıq məktəbə gedir bu uşaq. 1-ci sinifə. Bu isə digər pasientlərimizdir, 3 yaşında, amma video gəlmir. Bunlar tek videodur. Ne yapıyorsun peki? Ne oldu? Evet, tam kapanmıyor. Kutusuna koyunca üstünde duruyor. Deneyebilirsin. Evet. Ben sana yardım ederim. Bak. Bunun da kutusuna koyunca
Diğer videolara mı? Sudan qorxurdu. Ona görə də sağaldığının fərqində olması üçün biz onu üzgüçülüyə göndərdik və artıq sudan qorxmur, üzgüçülüyə də bacarır. Danışmırdı, artıq danışır. Telefonlara cavab verir, evə gələn qonaqları qarşılayır və mahnı oxuyur. Bu Əli Ömər, az öncə sərgisini nümayiş etdiyimiz pasientimiz. Baxa, aç bax. Baxa. Yo, 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 yo. Oy, çavu. Əli Ömər. Bax. Hoppa. Patladı. Böyüyəndə kim olmaq istəyirsən? Qapı mürə. Və bu da eğitimlərinə aldığım, seminarlarına qatıldığım integrativ tip doktorları. Hörmətli Lalə xanım, maraqlı çıxışınıza görə sizə təşəkkür edirik. Sual varmı auditoriyada? Buyurun. Buyurun. Bir, sən. Mikrofona buyurun. Müalicəyə tabe olunan, bir də olunmayan xəstələr var. Bunların fərqini bilmək istəyərdim. Çünki bizim də ətrafımızda elə xəstələr var ki, yəni çox müalicələr alırlar, bir effekti yoxdur, amma hansı halda müraciət eləməlidirlər həkimə ki, nəticə olsun. Çünki çox ailələrin elə maddi durumu o qədər də yaxşı deyil ki, bu həkimə, o həkimə. Yəni bunu bilmək istəyirdim. Bəli. Genetik, özellikle genetik istəyirəm. Çünki ana xətti ilə keçən genetik qüsurlar var. O çox idi. Mən 2-3 dənəsini misal olaraq qoymuşdum. Ata xətti ilə keçən və uşağın özündə olan genetik analizləri yaptırıram. Bu uşaqda çıxan genetik qüsur sırf autizmə bağlı olan genetik qüsur değildi. Amma mən yenə də bu uşaqda genetik qüsur var və doktorları bununla sağalmayacaq dediyi üçün və mən də yəni mənim üçün də yeni təcrübə idi. Ona görə də söz verməmişdim. Yəni sağala bilər, sağalmaya bilər, amma ailə denemək istədiyi üçün çıxdım yola. Buyurun Nikla. Buyurun. Buyurun. Göstərdiyiniz fizioterapevtik yanaşmalar Türkiyədə aparılıb, yoxsa Azərbaycanda? Türkiyədə aparılıb, amma Əli Ömərin integrativ yanaşması Azərbaycanda aparılıb. Bu cür fizioterapevtik yanaşmalar Azərbaycanda varmı? Bəli, mən özüm, yəni necə sizə deyim, xüsusi fizioterapevtik məşqlər var ki, hansı ki bu fərqindəsiz şəkildə bütün uşaqlara aparılır. Amma mən fizioterapevtlə bərabər işləyirəm birlikdə ki, bu uşaqda bunun üzərinə çalışma yapılacaq. Yəni bir-birimizlə konsultasiya edirik. Yəni bu uşağa sırf bu müalicə üsulu yapılacaq deyə. Çünki çox çeşid fərqli müalicə reabilitasiyaları var. Bu cihazlar, göstərdiyiniz cihazlarla... Cihazlar deyil, məşqlərlə. Orada cihazlar da var idi. Hə, cihazlar beyin neyroinflamasyonlu olan uşaqlarda autotrain brain dediyimiz, yəni otonom sinirləri stimulə etmək üçün bəzi telefon vasitəsi və ya da planşet vasitəsilə informasiyaları doğru şəkildə aktarması üçün öncəliklə sağ gözü, bəzən də sol gözü, yəni aralıqlı olaraq kapatılır və yaxud da sağ qulağı və yaxud da sol qulağı bağlanılır. Çünki özəlliklə bu uşaqlarda sağ beyin defisiti olduğuna görə sağ qulaq bağlanılır və sol qulaqdan informasiya verilir və yüksək tonda səslərlə və yaxud da yüksək işınlarla, şüalarla gözə verilir.
Səsiniz gəlmir. Lalə xanım, simpoziumun sonunda maraqlı çıxışınızla canlanma yaratdığınız üçün təşəkkür edirəm. Bircə sualım var ki, bu kimi nəticələr, göstərdiyiniz nəticələr neçə müddət müalicədən sonra görə bilərik biz? Yəni, nə qədər vaxt keçməlidir ki, biz bu nəticələri əldə edəyik? Əli Ömərdə neçənci 6-cı ayında, yəni 6-cı ay olmadan 2-ci ayında anası dedi ki, artıq uşaq səhnəyə çıxıb və uşaqlarla bərabər sakit dayanıb, değil mi? Yəni valideyni burada da ondan da eşidə bilərsiniz, amma ümumi olaraq danışsaq, birinci mərhələdə, yəni 3-cü ayından etibarən valideynlər böyük bir dəyişikliyi hiss edirlər. Amma ümumi olaraq mən müalicəni 1 ilin sonunda təhvil verirəm. Çox sağ olun Lalə xanım. Mən bir ginekoloq kimi, mən endokrinoloq ginekoloq kimi bu antiqomatoksi terapiya, inteqrativ təbabətlə 98-ci ildən məşğulam. Alternativ təbabət üsullarını öyrənən bir həkim kimi. Deməli, mən öz dissertasiya işimdə də bu preparatlardan istifadə etmişəm. Bu çox maraqlı bir halı qeyd etmək istəyirəm ki, 14 yaşında bir qız ikinci cinsi əlamətlərin olmaması ilə, əlbəttə menstruasiya da yox idi, müraciət etdi. Özünə qapanmış bir qız idi, heç bir kontakt yoxdur. Çox güman ki, autizm, çünki ana 6 inkişafdan qalmış hamiləlik, dəfələrlə düşüklər, antifosfolipid sindrom, bu hamiləliyi də yüksək hipertenziv vəziyyətlə, yəni ağır preeklamsiya ilə başa çatdırmışdı, normal yerləşmiş çiftin vaxtdan qabaq soyulması ilə. Və bu qızda çox böyük travma ilə reanimasiyada bir uzun müddət qalıb, deməli, müalicə almışdı. Bizə müraciət, dəfələrlə nevropatoloqlarda müalicə alsa da, bizə müraciət edə, mənim məqsədim o ikinci cinsi əlamətləri yaratmaq və səbəbini araşdırmaq idi. Aşkar olundu ki, mərkəzi mənşəli hipogonadotrop hipogonadizmdir, travmanın nəticələridir. Sizi inandırım kimi ki, mən cerebrum, plasenta, koenzim, ubiquinon, sonra hipofizis, hipotalamus, bu preparatları köməkçi vasitə kimi yanında yazdım. O qızın menstruasiyası bərpa olundu. O qız menstruasiya görməklə yanaşı həyata marağı yarandı, hətta əks cinslərə də marağı yarandı. Ananın çox böyük sevinci oldu. Dedi, mən illərlə müalicə alıram. Bu qızı danışdıra belə bilmirdik. Hətta o qız anasına dedi ki, mən saç kəsməyi öyrənmək istəyirəm, məni çıxart cəmiyyətə. Yazıb poza bilməyən adama müəllim tutdular, o başladı yazmağa, pozmağa. Bugün o qızın ana olmasına vəsilə olmuşam. O qız mənim öz balam kimi, təsəvvür 14 yaşından 25 yaşa kimi o qızı böyütdüm. Və bu mənə ikinci ana kimi baxır. Sağ olun. Natəvan xanım, sizə də çox təşəkkür edirik. Yəni, inteqrativ təbabətin çox gözəl bilən professorlarından biri. Amma mən istərdim ki, indiki bu mövzuya Azərbaycanda demək olar ki, pediatriya sahəsində çox böyük təcrübəsi olan, bu biotənzimləyici preparatların xüsusi istifadəsinə dair həm elmi işlər görmüş və məhz xüsusi olaraq pediatriyada bizim Tibb Universitetinin professoru Nurəniz xanım, sizin xahiş edirəm fikirlərinizi də bizim auditoriya ilə bölüşün. Doğrudan da siz qeyd elədiyiniz kimi son illər beyin bağırsaq oxunu müalicəsinə çox diqqət edirlər. Amma bir əlavəm var, burada artıq ağciyər də qoşulub. Beyin, ağciyər, bağırsaq oxunu müalicə edirlər və burada da nəyə görə bunu edirlər? Çünki ekspasomanın ətraf mühitin uşaqlara zədələyici faktoru təsirindən ağciyərlərin zədələnməsi və biz valideynlər və pediatrlar olaraq çox vaxt bunu gadjetlərdə, uşaqların telefonla çox istifadəsində görürük, autizmdən inkişafında, amma autizmin altında bəzən ciddi bir sindromlar durur. Biz bunu da mütləq qeyd eləmək istəyirik. Burada tək irsi faktor deyil, digər faktorlar da var. Amma əsasən, yəni bu bioloji terapiyanın üstünlüyü ondan ibarətdir ki, biz ekspasoma səviyyəsində ekstraselülər matriksə təsir edərək orqanizmi bütünlüklə təmizləyirik. Həmən o metallardan, detoksdan təmizləyərək ardıcıl olaraq həmən o incə motorikanı qiymətləndiririk, Denver şkalası ilə və sonra regulə edici terapiya keçirik. Təbii ki, antimatoksik terapiyada bir üstünlük də var ki, burada biz orqana təsir edirik. Tutaq ki, uşaqda nilk ziləngiməsi və s. problemlər varsa, biz neyrosonografiya, MR
sığorta edirik. Və sizin qeyd etdiyiniz kimi sağ və sola uyğun bizdə dərman preparatları var ki, hansı ki cerebrum compositum, koenzim compositum, tutaq ki uzunsov beyinə təsir edən preparatlar, hipofizə təsir edən preparatlar, spesifik preparatlar seçərək gözəl nəticə əldə etmək olur. Odur ki, hər kəsə uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.